Xanım əzizim, sənin o hədiyyən mənə elə xoş təsir etdi ki, mən indi Dubaydayam. Fikirləşim ki, mən də gərək sənə gözəl bir hədiyyə alım. Əvvəl getdim baxdım bu iPhone 17 Max Pro var ha. İstədim onu alam. Amma sonra fikirləşdim ki, bax sənin kimi asozlanlı, dünya görüşlü insan kapitalizm qurbanı deyil axı. Yəni mən belə bir şey alsam sənə də mənə də təhqir olar vallah. Sonra girdim Louis Vuittona, qəşəng yeni çantaları var. İstədim alam. Sonra fikirləşdim ki, yox da. Axı xanım yoga ilə məşğul olur, meditasiya ilə, sağlam həyat tərzi aparır. Mən ona necə heyvan dərisindən, insan əməyi istismarı ilə düzələn çantaları alım, hədiyyə edim. Təsadüfən gördüm ki, qəşəng Christian Dior ayaqqabısı var. Fikirləşdim ki, yəqin bunu alsam sənə xoş olar. Ondan sonra yenə fikirləşdim ki, yox da, bax hanım kimi ziyalı, bax intelligent bir insana mən necə şəp-şəp hədiyyə edim. Çünki sənin kimi mütəfəkkir, asozlu insana mən gərək Dubayın özünü hədiyyə edim. Ona görə bax belə gözəl bir açıqça alıb sənə böyük məmnuniyyətlə hədiyyə edəcəm.